Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Nərimanov rayonunun Baksol deyilən ərazidən yaxın bir yerdəyik. Burada Abşeron turistlərin Golden nədir şimdi? City Garden. City Garden deyilən şirkəti, tikinti şirkəti. Bax, burada tikinti şirkəti. Baxın, böyük bir sahəni. Və burada başqa bir tikinti var. Həmin o şirkətin işçiləri 2 gündür vətəndaşların dediyinə görə bax bura hücum edirlər. 2 nəfəri dünənləri yaralayıblar, xəsarət alıblar daha doğrusu. Bugün də gəliblər həmin o adamlar tikintinin içərisinə giriblər. Tikintini dağıdıblar. Sakinlərin dediyinə görə, vətəndaşların dediyinə görə, əgər polislər gəlib müdaxilə etməsəydi, burada hardasa bir ağır hadisə olardı. Salam, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyirli. Təqdim edin. İsmim Mutluhan Turan, Türkiye vatandaşıyım. Iğdır şəhərindənim. Bizim tikmiş olduğumuz bu obyektdə gəlib hədə qorxu ilə Kristal Abşeron City Garden hədə qorxu yarattı. Polis döktü üstümüzə ki burayı sökəsiz. Bizim tikdiyimiz əraziyi söktülər. 70-80 nəfərlə hədə qorxu ilə yıxdılar, dağıttılar. Biz həmişə dövlətimizin yanındayıq. Biz həmişə Azərbaycan dövlətinin yanındayıq, Türkiyə dövlətinin yanındayıq. Dövlətimizdən bunu xahiş edirik ki, bu gördüyümüz işi bərpa eləsinlər. Bizim burada tikintimizdə hədə qorxu ilə girib belə eləmələri bizi çox narahat elədi. Biz burada iş adamıyıq, iş görürük. 18 ildə Azərbaycan Baküdə iştirak edirəm, iş görürəm. Bütün gördüyümüz işlərdə də heç bir polis problemimiz olmayıb. Həmişə dövlətimiz üçün, millətimiz üçün işləmişik. 80 nəfər işçim var. Bu işçilərin çörəyi də buradan çıxır, bu obyektdən çıxır və 5 nəfər işçimiz burada yaşayır. Gəldilər, yaşayış yerini məhv elədilər. Sizə deyəcəklərim bu qədər. İcazə verin baxın. Buyurun. Bugün buranı dağıttılar. Dünən hədə qorxu gəldilər, dağıda bilmədilər. Dünən polislə gələndə dedik ki, polis bizim yanımızda oldu. Dedi ki, siz burayı sökə bilməzsiniz, siz şirkətsiniz, siz icradan gəlməyibsiniz, siz əmlakdan gəlməyibsiniz. Bugün də gələndə yine polisə biz zəng elədik, polis gəldi bura. Dedi ki, burayı biz sökəcəyik. Polis də dedi ki, biz icazə verdik, burayı sökün. Sökəndən sonra da biz burada mağdur olduq. Yəni bilmirəm, burada bizim 5 nəfər işçimiz qalırdı. O işçilərimizin eviydi. İşçilərimizin ailəli qalırdılar. Hər şeydə görünür ki, ədyalları, paltar yuyan maşınları hamısı da yerindədir. Burada bu tikintimizi məhv elədilər. Akşam da dediyinizə görə hücum olmuşdu. Akşam da hücum olmuşdu. Xəsarət alan olmuşdu. Xəsarət olan 2 nəfər Türk vətəndaşı xəsarət aldı. İndi də burada bu qaydada bütün xaladelnikimiz, paltar yuyan maşınkamız, bütün yerimizi məhv elədilər. Biz bunun bərpa olunmasını istəyirik. Ərazimizin, yerimizin təkrar tikilməsini istəyirik. Əgər cəmaatla kvadratda razılaşıblarsa, bizdən də gəlsinlər, razılaşsınlar. Biz də yerimizi verək, çıxaq gedək. Hansı şirkətdeydi peki? Kristal Abşeron City Garden. Bizim burada 600 kvadrat yerimiz var. 600 kvadrat yerimizin içində bunlar 18 mərtəbə yaklaşık 70 tane ev tikirlər. Ancaq bizə bir evin bile pulunu vermirlər. Hədə qorxu ilə belə elədilər. Yatacaq yerlərimiz 5 tane ev idi. 5 evin hamısını məhv elədilər. Buradaki gördüyünüz materiallarda o evlerin materiallarıdır. O burada yaşayan işçilerimizin ailə uşağıydı. Hamısı qoydu qaçdı. İndi harda qalacaqlar biz onu fikirləşirik. Ki harda qalacaqlar. Siz Türk vətəndaşısınız. Kimə müraciət edirsiniz? Biz Azərbaycan dövlətimizə müraciət edirik. Biz bu dövlətimizin polisinə müraciət edirik. Cənab prezidentimizə müraciət edirik ki, bunun bərpa olunmasını istəyirik.
Biz burada əlavətən tikinti aparmamışıq, kvadrat artırmamışıq. Bizim tikintimiz Navestin içindəydi. Bu tikintiyi gəliblər, bu qaydada söküblər. Biz kvadrat artırırsaq, gəlsinlər desinlər ki, kvadratizə artırırıq. Həmin bu obyekt də 15 ildir bizim əlimizdədir. Biz buranı almışıq, öz yerimiz kimi tikmişik, öz işçilərimiz də burada yaşayırdı. Ümumiyyətlə şirkət olaraq size təklif ediblərsə, yoxsa razılaşması, yoxsa ümumiyyətlə Bütün qonşularımıza təklif ediblər, razılaşıblar. Bizə bir dəfə də gəlib deməyiblər ki, buranın kvadratı neçəyədir, neyniyək, neçə kvadrat, heç bir təklif olunmayıb, hədə qorxu olunub. Sadəcə dünən hədə qorxu olunub, düyün də bu qaydada söküntü olunub. sökən zaman içəridə olub sakinlər? burada yaşayan- Sakinlər evdən qaçdılar. Söküntü başlayanda sakinlər, işçilərimizin ailələri evdən qaçdılar. Bu dəqiqədə bizim 200 metr qabaqda sklatımız var, oraya sığınıblar. Orada da nəfər yaşayacaqlar. Biz onları böyük fikirləşirik ki, bunlara harda ev tapaq, harda yaşasınlar. Bu qaydada, yəni Onlar dağılıb. əşyalar dağılıb görə bilərsiniz. Yəni burada bax şötçüklərimizi qırdılar, işığımızı qırdılar, qazımızı qırdılar, suyumuzu çəkə bilərsiniz xanım. Bax suyumuzu qırdılar. Biz burada bizi yəni hədə qorxu ilə bellədilər. Biz dövlətimizdən bunun bərpa edilməyini istəyirik. Çək onu səsini də yaz şəkildə. Get ağarsın. Hesap verirsen. Kimsən lan? Kimsən? Sağ ol. Gelin karşıma. Bu ağalar Vəliyevi şeydi. Yer prezidenti sayılır. Şimdi Niye ettirsen kardeş? Sen niye müdahale edersen ki? devlet var. Devlet var. Öz başkanı. Kim sana bırakamam onu versin. Öz başkanı her kim diyorsun? Her kim var? Kimsin sen? Şəhər salmasa. Şehirçi var. Her kime görmən Yapmayın. Kardeş ne herkese eli vurur sanki ben onu anlamıyorum ya. O telefonu yığışdır ağzıma sokur deyən Türkiye vatandaşı. Nə baş verdi burada? Nə hadisə baş verdi? Yerimize kristal offshore'ların işçileri geldi. Buradan çıkın, burayı yıkacağız. Sonra da sopayla bizi vurdular. Kürekle, sopayla bizi vurdular. Kristal Offshore şirketi. City Garden. Kimdir oranın rəhbəri? Oranın rəhbəri Ağalar oldu. Ağalar Diyebiliyoruz. kimdir? Deputat, Ağdam'ın deputatı. Fazla yara değer, bak kan çıkardık. Bak görsen buradan yerini bir de burada O yıkılmışsa ya vurulur. lapakkadan vurdu. Ali Ballı. Bu okul inşaatta çalışıyorum burada Hanlıpazar'da. Aha. Burada kalıyoruz. Kristal Aktör'ün işçilerinden geldiler. 60 neferdi. Bize saldırdılar. Ordumuzu kepçeye bağladılar, çektiler. Maşın vardı kapının önünde. Maşını da vururken ayağımı ezdiler. Maşını çekerken ayağımı da ezdiler. Sonra biri bilmiyorum, biri arkadan vurdu. Şu göğsümde öyle bir şey varmış gibi belinden vurdular. Ondan sonra fazla hatırlamıyorum. Çekeceğim kardeş. Kardeş niye baskı yapırsınız ki? Niye baskı yapırsınız kardeş? Niye baskı yapırsınız? Kardeş telefonum niye dün